Tərtərdə 11-ci sinif şagirdi sinif yoldaşının valideyni tərəfindən döyülüb. RTV-nin Qarabağ bürosunun xəbərinə görə hadisə ötən gün rayonun Seyidimli kəndində baş verib. Kənd sakini 2008-ci il təvəllüdlü Ayaz İsayev oxuduğu məktəbdə sinif yoldaşının atası Bəxtiyar adlı şəxs tərəfindən döyülüb. İlkin məlumata görə İsayevin bir müddət əvvəl sinif yoldaşı ilə mübahisəsi olub və onlar dava ediblər. Şagirdlər dərsdə olduğu müddətdə şagirdin valideyni Bəxtiyar adlı şəxs məktəbə gələrək sinif otağına daxil olub və Ayaz İsayevə yumruqla xəsarət yetirib. Zərbənin təsirindən İsayevin burnu qırılıb. Ağır xəsarətlər alan İsayev Bərdə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib ki, qeyd olunan məsələ ilə bağlı bugün Tərtər rayon polis şöbəsinə məlumat daxil olub. Faktla bağlı tərəflərin izahatları alınıb, müvafiq ekspertiza təyin olunub. Hazırda rayon polis şöbəsinin təhqiqat bölməsində araşdırma davam etdirilir. Təbibdən sorğumuza cavab olaraq bildirildi ki, oktyabrın 13-də saat 10:30 radələrində Tərtər rayonu Seyidimli kənd tam orta məktəbində döyülmə hadisəsi səbəbilə bir nəfər şəxs Tərtər rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub. 2008-ci il təvəllüdlü şəxsə baş beyni silkələnməsi diaqnozu qoyulub. Hazırda pasiyentin müalicəsi təcili tibbi yardım şöbəsinə davam etdirilir. Vəziyyəti stabil olaraq qiymətləndirilir.